Sizinlə ən yumşaq portağallı keks reseptini bölüşürəm. Əvvəlcə 5 ədəd yumurtanı ağarına qədər mikserlə çırpırıq. 1 stəkan yarım şəkər tozu əlavə edib yenidən qarışdırırıq. Daha sonra üzərinə 1 yemək qaşığı xama, 1 portağalın suyu və 1 armudu stakan duru yağ əlavə edirik. Daha sonra portağal rəndəsi və kişmiş əlavə etdim. Siz istəsəz bunu dəyişə bilərsiniz. Qabartma tozu və 1 stakan yarım un əlavə etdikdən sonra əl çırpıcısı ilə qarışdırırıq və əvvəlcədən sobanı 160 dərəcə isinməyə qoyuruq. Daha sonra qəlbimizi kərə yağı ilə yağlayırıq. Duru yağla yağlamayın ki, yaxşıca rahatlıqla çıxarda biləsiniz bişdikdən sonra keksinizi. Daha sonra alınmış kütləni qəlbimə əlavə edirəm və sobada 160 dərəcədə əvvəlcədən isidilmiş şəkildə bişirirəm. Daha sonra həmin bu keksi soyduqda qəlbə tərs çevirərək formadan çıxardıram. Üzərinə şəkər pudrası əlavə edirəm. Siz istəsəz bunu etməyə də bilərsiniz. Baxın, bu formada yumşaq bir keks alınır. Nuş olsun.